Dünən Əli kişi bizim hamımızın ürəyini parçaladı. İndi də bax, söz deyən kimi ağlayır. Söz deyən kimi Əli kişi ağlayır. Əli, qoy bir deyim Əli dayı. Ağsaqqal, baba, əmi, dayı. Gəlinin zəf vurmuşdu. Hə? Deyir, gələcəm, mənə sübut eləsin. Eləməsə ondan çoxlu pul alacam. Allah'ın da olsun elə dedi. Dedi, təzminat alacam ondan. Evi, eşiyi, hər şeyi mənim adımı ləkələdiyinə görə hər şey verməlidir. Özü də böyük təzminat. Hazırlaş. Əli kişi, mikrofonu götür hələ. Əli kişi. Demək sən çöllərdə qalmısan. 2 uşağın oğlu olan. Şeir zad yazırsan. Allah köməyin olsun. Sənin oğlunun adı Qəribdir. Qızının da adı Qəribədir. Yoldaşının adı nə idi? Mikrofona ya, zəhmət. Marifə. Marifəni çox incidirdin. Mən onu incitməmişəm. Mikrofona danış. Məni onlar incidibdi. Kim incidibdi? Qulaq as. Mənim Rusiyadan bunlara göndərdiyim pulun kiftansılarını oruç yandırıbdılar. Niyə görə? Burada nə məqsəd var idi? Getmişəm, gəlmişəm, pul gətirmişəm. Neçə dəfə pul göndərmişsən? Çox. Elə ömrüm boyu mən əkinçi olmuşam. Riga, Pirbalska. Bəs uşaqlarına göndərdin də, kimə göndərməliydin? Göndərmişəm. O kağızı niyə yandırır? Nə olsun, yandırıb da. Pasportum, məni tutturubdular. Nə üstə? Nə şey üstündə? Qardaşı gətirib toxum verir, kimin əkinə mən aparacam. Heç adını çəkmədim. Məhkəmə dedi ki... Sən bilmədin nə əkirsən? Vallahi yox. Heç onu fikirləşməmişəm də. Yox, əlində ucunda bilmirsən ki, bu nədir? Tanımıram, mən ona kimi... Bə nə adı ilə əkirdin? Nəysə, tuturdum ora çox... Yox, niyə nəysə? Üstündə niyə belə? Hep getdi o tərəfə, niyə nəysə? Sənə deyir ki, bu filan şeydir. Kim deyir? Kim veribsə o? Deyir, ək mən aparacam. Aysa o, sən niyə əkirdin? Pul lazım. Sən niyə insanların həyatını zəhərləyirdin? Hə? Görürsən öz həyatın nətər zəhərləndi? Getdim gəldim. Qınamıram ha səni, böyüksən məndən, inciməsin məndən heç kim. Bəlkə də məni qınayarsınız ki, ayıbdır, özündən böyük adamla necə danışırsan. Amma bu qədər insanlar var, pula ehtiyacı olan insanlar. Amma hamı getsin, onu mu əksinlər? Hamı getsin elə insanların həyatını zəhərləməkdən ötürü o toxumu əkib cəmaatın həyatını mı zəhərləsin? Görürsənmi Allah Teala adamın həyatını nətər zəhərləyir? Demək, polis üstünə düşməsəydi, siz onu əkəcəydiniz, satacaqdınız, cəmaatın balaları da zəhərlənəcəkdi, qırılacaqdı, asıllıq yaranacaqdı və evlərini, eşiklərini satıb verəcəkdilər sizin əkdiyiniz o şeylərə. Polis. Və doğrular da açılanda deyirik nəysə. Ay sağ ol. Gəlin, bilirsiniz nətərdir? Bir insan yaşından asılı olmayaraq başına nələrsə gəlir, insanın başına nə gəlirsə budur. Və budur. Əlindən, dilindən, belindən. Qərib, eşidirsiniz məni? Hamımızın ürəyi yanır ki, ağsaqqaldır. Hamımızın ürəyi parçalanır ki, yaşlı adamdır. Hamımızın ürəyi ağrıyır. Mən də ürəyim ağrıyır. Mən qəddar deyiləm. Yaşının ixtiyar çağında küçələrdə niyə qalmalıdır? Mən qəddar deyiləm. Allah şahiddir. Amma bu həyatda, bax bu belə qazanı qoyursan, belə. Nəyi tökürsənsə onu içərsin, onun içində o bişir də. Və nəyi gedib yerdə əkirsənsə, onu da biçirsən. Alma əkib heyva çıxarda bilməzsən ki, taxıl əkib, nə bilim, qanqal biçə bilməzsən ki, nəyi əkirsən, onu biçirsən də. Zar onu bilin, bəs evlatlarının olan münasibəti nə? Qərib. Alo. Salam Qərib. Salam Zar bəy, hər vaxt. Əli kişinin oğlusan sən. Bəli. Qərib, Əli kişi niyə çöllərdədir? Valla Zar bəy, onu özünə sual vermək lazımdır. O birinci çöllərdə ölüb, 3-4 gündür sizin yanınızdadır. O çöldə olduğu məkanı zəhmət olmasın, hansı çöldədir, hansı məkandadırsa onu desin ki, mən çöldə bu məkanda yaşayıram, evə getmirəm. Yaxşı, niyə çöllərə düşüb, niyə bura gəlib, niyə mənim yanımdadır? O ora gedəndə, evdən çıxanda bizə bir hədə qorxu ilə dedi ki, gedirəm stibiabr eləməyə. Gedib stibiabr eləyəm efirlə vasitəsilə. Zaten biz o yola düşəndən sonra, düşəndən bəri biz diabr olmuşuq. Hansı yola? İçki düşkünüdür. Bu insanın bir nömrəli problemi, hər şeyini, həyatını, adını, şanını, şöhrətini itirən içkidir. Başqa o insanın heç bir problemi görməm. İçki ona görə onu gətirib o yerə çıxardır. Araq içir gedir, hər gün.
araq içirdi, indi araqdır. Ona nətər deyim, belə bəs eləmir, o apteklərdə satılan içir nə eləyirsə heç özü də bilmir. Onu litr alır, O nətər litri içirsən 4 sən? manat. Deyim də indi. Sağ ol. Mən sizin uşaqlığınız maraqlıdır. Bəs siz uşaq olanda necə idi Əli kişi? Necə baxırdı sizə? Necə dolanırdınız? Nətər atalıq eləyib sizə? Vallahi mən uşaqlığımdan, yəni bugünkündə 39 yaşım var. Mən uşaqlığımdan, uşaq vaxtından, ataya ehtiyacım olan vaxtdan mən o nəvazişi, o ata ehtiyacını görməmişəm. Bugünkü gündə də demirəm, mən ataya ehtiyacım yoxdur. Yəni belə yoxdur ki, mən ya maddi cəhətdən, ya mənəvi cəhətdən mənim indi ona ehtiyacım yoxdur. Yəni mən ona demirəm ki, götür bu işi ora görgünən və yaxud mənə 10 qəpik ver, mən buna ehtiyacım var. Əksinə, bütün günü yanındadır. Niyə ehtiyacın var idi? Uşaqlıqda hardaydı ki bu kişi? Uşaqlıqda o gözünü açandan Rusiyada yaşayıbdı. Mən son 9-10 ildir arda-arda mən onun yanımda görürəm. Son 9-10 il, 39 yaşı var, son 9-10 il ərzində mənə arda-arda yanımda görürəm. Məhkumluq həyatı yaşayıbdı. Mənə belə bir Rusiyada məlumat olmuşdu. verirlər ki, siz söyləmişsiniz ki, 5 yaşım var idi, atamın ayağını qucaqlayırdım ki, anamı döymə. Bəli, uşaqlıqdan o zorakılıq, şiddət göstərib, içib gəlib pasiyanı anamı döyüb. Anam da bir dəqiqə şəkər xəstəsi, təzyiq xəstəsi, hamısı o şiddətlərə məruz qalıb ona görə. Demək siz uşaqlıqdan ta 9 ilə qədər bu kişinin üzünü görməmisiniz. Görmüşük. Yəni ard-arda deyirəm mən, görmüşük, gəlibdir, gedibdir, yanımızda olubdur. Olmasa o şiddəti biz nətər görə bilərdik? Olubdur. Görmüşük, görməmişik. Amma ki, uşaqlıqdan Yəni hər dəfə öz gələndə əsarəti altında döyürdü, gedirdi. saxlayıb bizi. Öz əsarəti altında saxlayıb, əmrlə burada otur, orada otur. işləyirdi, İndi böyüyəndən orada sonra da hərənin çalışırdı. öz hüququ var. 18 yaş tamamlandan sonra hərənin öz hüququ var. Hərə öz istəyindən yaşayıb. Yaşayıb nə varıq ki, öz zəhmətimizlə, öz əziyyətimizlə şükür Allaha bu gündə Amma ən yaşayırıq. azından Beşindən aşağı sizi yaşlı, beşindən atmayıb da yuxarı yaşayırıq. qardaş. Başınıza desəm, mən sizə bir şey deyim də. Ən Deyin, azından nə bilim nə edibsə, indi içki düşkünüdür, nədirsə, nə yaxşılıq edirsinizsə, nə olar ki, Allah yolunda edin. Allah'a Bəli, qarşı sevgidən tamamilə irəli doğrudur. edin. Biz də elə- Nə biz də olar o ki, niyyətdən o edirik. da bir böyünüzdür, zamanında sizə həyat verib də. Nə olar ki, nə düşkünüdürsə, nədirsə, 1 il ömrü qalıb, Biz, 5 il xanım, ömrü qalıb, nə qədərsə qalıb, o Allahın qarşısında savabı qazanır. Əli kişinin Biz də atası elə 110 Allah yolunda. yaşında İndi öldü. ona heç kim heç nə demir. Ona kim nə deyir, nəyə gedib çıxır, mənim üçün çox maraqlıdır ki, deyir küçədə qalıram. Zaten O hansı bəzi məkanda, insanlar hansı var ki, küçədə onların qalır. xarakterini dəyişmək mümkün deyil. Əli kişi, sən niyə belə içirsən ki? Nə Mən danışım da onu. danış. Mən Mikrofona Atalar danış. deyir ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Atalar deyirdi. Düzdür. Mən dedin ki, şeir yazırsan, şeir ilə belə havadan gəlib düşmür. O kitabları oxumasan, adam zəkası olmur, beyni olmur, dünya görünüşü olmur. Bu nəsil, arvad tərəf nəsil, çox böyük nəsildir. Çox böyük. Onlara kim barmağını tutsaq, heç bir xoşbəxt deyil. Elə əksəriyyət məncündədir. Yəni sən xoşbəxt olmadın deyə içməyə başladın. Bəli, axşam gedirəm, mənim öyümün biri uçuq, o öyməyə veribdilər. Getdim məşğulluqdan iş tapmadım, 2 dənə inək verdilər mənə. Məşğulluğa getmişəm, mənə iş ver. Neynədin inəkləri? İnəkləri satdım, qaz çəkdirdim. Bu oyada, bu oyada. Dedim ki, ortadan pəncərəni açarı o oyada gedər. Birinci tikdiyim öyün padvalında 2 adam gezə bilməz, qırılıb tökülür. Deyir, pəncərəni açma girəm, mənə soğuk olar. Belə deyirlər. Nətəri? Qulaq as, Evi- sən oğlunu, qızını çox istəmirsən. Niyə istəmirəm? Oğlumu tutulmuşdu, onu hələ deməyəcəm. Dedin də da. Yox, tutulmuşdu, nəysə O da sizin həbs olmanızı dedi. Dedi, həbsdə yatmışsınız. O nə istə tutulmuş? tutulmuşdu deməyəcəm. Tutulmuşdu, mən Dağıstanda idim. Saat 5-də mənə qızım zəng elədi ki, papa qaqanı tutdular. Kim tutturdu? Filankəs. Filankəs də mənimlə bir sinifdə oxuyub. Mən uşaqlıqdan belə deyil, o əl açıq, bütün yoldaşlarının dərdinə qalar, qeydinə qalan kim birinə bir söz deyirdisə, döv yıxardım ora. Bu mənimlə oxuyub, məni tanıyır. Dedim ki, buradan ayaq yalan çıxaram, ora kimi qaçaram. Mənim bir oğlum var, onu get buraxdır. Həmin günü qızım zəng elədi ki, papa, rəisə
Ay söz deyibdi, qaqanı üzərə tutmuşdular. Dördüncü gün bıraxacaqlar. Deyirsən, səhər məhbətim yoxdur. Hamısı Zahir bəy, onlar hamısı şəhər böhtandır, hamısı nağıldır. Harada görünüb ki, cinayət törədən bir şəxsi bir dənə xədə qorxuyla, bir dənə nə bilim sözdən polis boşduya deyək ki, sən günahın yoxdur, geçsin. Onlar hamısı elə belə boşdur. Sizdən qardaş bir xahiş edir ki, studiyaya gəlin. Onunla bağlı polis əməkdaşları bütün ərazidə olan, yaxında olan qonum-qonşuları hamısını aparıb 2 günlük, 3 günlük sorğu sual edəcək. Məşğulluq deyəndə bu olubdur, başqa iş. Yəni bu xahiş eləməyibdi ki, dəyməyim falan başqa. Zəng eləyib ki, belədir, düz deyir. Zəng eləyib ki, belədir. O da ki, harada görünüb ki, hansısa bir cinayət törədəni bir dənə zənglə deyirlər ki, əbraq getdi. Sən yəqin cinayət törətməmsən də? Xeyr. Vəssalam da cinayət törətməmsən ki, səni buraxıblar. Saatlar Mehman müəllimin telefonu var məndə. Verirəm, iş onu deyil, bağladılar. Sən danışmayacaksın, ne orada? Mən Qardaş, sən oğlundur da. Yəni sən qoymayacaqdın ki, minnətçi gedərlər də. Adam qanişinə də. Məsələn, biz bu demək deyilik ki, hər şey qanunla həll olunduğu halda insanlar niyə müdaxilə edir? Amma ölüm işi olub, qan işi olub ki, ağsaqqal gedib, ağbirçək gedib, yaylığını atıb yerə məsələni həll eləyib ki, barışıq olsun. Olmayıbdır belə. Zahir bəy, ciddi müharibələr danışıqla həll olunur. Bütün mübahisələr ciddi Əlbəttə. Danışıq olmasa biz bilməliyik axı. Bilirsən necə, Əli kişi, başa düşürəm, sən dərdi götürüb gəlmirsən, neynəmirsən, bax, indi oğlun da başqa şeylər, amma mən incidən bilirsən nədir? Sən deyirsən ki, mənim bircə oğlum var. Olsun, qoylar sənin bütün ayıblarını açardı. Sən oğluvun, qızvın ayıbını açma. Başa düşürsən mən? Sən, necə sən dedin də, lazım deyildi demək. Bax, onu da tanıyan var, səni baxan var, tanıyan var. Bəlkə heç bilməyən vardı. Sən burada niyə görə oğlun üçün o sözü işlətdin? Necə sevirsən sən oğluvu ki, bir oğlum var, necə mən istəmirəm. Bax, o ağlamağınla, o sözün deməyin heç də yeri yox idi. Başa düşürsən? Sən başqa dərdini de. Zaur buradadır əsas. Dərdini deyirsən. Zaurun əlindən nə gəlirsə o köməli eləyəcək sənə. Amma görürsən oğlun deyir ki, biz yox da o deyir ki, oğlan deyir ki, harda qalır ki? Harda qalır ki, edib oturub o 3-4 gündür burada. Mehriban xanım. Sən buraya gəlməmişdən qabaq harda qalırdın? Mən sizə öz evimdə qalıram. Hə. Sizə xahiş elədim ki, məni gedin, çəkin orada. Hə. İstədiyim şeyləri götürün, ondan sonrasında məni çıxardın çıxışa. Mən 2 məsələm var. Birinci, işdən çıxmışam. Neçə yaşın var sənin, Əli kişi? Mən 68. Mən sözümü deyim. Təqaüd alırsınız? Bəli. Vəssalam da, 68 yaşında adam harada işləyir ki, 65-dən yuxarı qutardı. Mən prorab işləyirdim Laçında. O bitdi də 65-dən yuxarı adam nətər qala bilər işdə? Rəsmi olaraq olur. Mən Laçında prorab işləyirdim. Prorablıq mən... Əli kişi, indi oğlunuz neynəsin? Getsin sizi Laçında prorablığı düzəltsin. Yoxsa necə? Allah aşkına, bayaq keçən səfər Əzizim, qanunla doğru deyil. Adamın 65 yaşı tamam oldu, artıq təqaüdə çıxır da. Yox, Zar, ondan da əlavə, bayaq deyirsiniz, küçədə atıblar məni. Dövlət bunun artıq işləməyini dayandırır, məhdudlaşdırır. İndi bir il falan yaxşı işçi olanda uzatmaq, yəqin ki, istisna bir hallar var. Amma dayı sənin nə qədər artırsınlar? Sənin 70 yaşın olana qədər sənə iş verməyəcəklər ki? Zar müəllim, 84 yaşında adam işləyir orada. Onlar işmir axı 96. Yaqın mütəxəssislər, ehtiyac var onların əmək qabiliyyətinə. Mən o xəssəs deyiləm, mən övmə giyirəm bir adam. Uşaq götürünə keçsin bu izə. Təndirdə çörəyi pişirirlər. Bu boyda versələr, verməsələr, itin qabağına töşürlər, çörəyi gətirir, mən qabama qoyur. Çolba kəsirlər, ancaq bu qənadı qoyurlar. Mən o qədər hörmətli oldum. Mən işlədiyim mikrofona danış. Pul gətirdiyim vaxtı qoğuşları xaladenliyə ətlə dolurlardı. Mən deməzdim, buna o tükəni qoy, buna o tükəni qoy. Adamın şəxsiyyətinə toxunur. Sən mənə o qədər əldən ağsan qoymuşsan, sən mənə o qədər saymırsan. Əli kişi, xanımınız sağdır. Atam. Xanımınız sağdır, Əli kişi. Bəli. Xanımın şərait yaradı da ona. Xanımı yoxdur, sağ deyil. Əli bəy, siz işə düzəlmək istəyirsiniz? Əli bəy, siz işə düzəlmək istəyirsiniz, yoxsa övladlarınızın sizə baxmağını istəyirsiniz? Nə tələb eləyirsiniz? Qulaq az, xanımın şəxsiyyət vəsqəsi səndədir. Əli kişi. Sən yararlı yerimləri görmüşsən. Əli baba. Bəli. Xanımın şəxsiyyət vəsqəsi səndədir. Bilmirəm. Nətər bilmirsən? Bilmirəm, mənim cibim dokumentdən doldu. Baxım hələ cibinə. Mənim dokumentlərim... Bir də cibinə bax görək.
hə? Bu niyə götürüb gəlmisən? Bu şəxsiyyət vəsiqəsinə görə adam şəkər xəstəsidir, dərmanlarını ala bilmir dövlətdən. Bu nətər olub sənə gəlib düşüb belə? Bizim dokumentlər hamısı bir yerdədir. Mənim bütün dokumentlərimi oğrayıbdılar, yandırıbdılar. Sən də onun üçün oğramısan. Mən heç kəsi üçün oğramamışam. Götür də. Mənim öy smeta, öy çertiyojunu götürüb yandırıbdılar. Öyümü keçiribdilər arvadın adına. Atam hansı ki mənə bağışlayıbdı. Həmən evin çertiyojunu, layihəsini götürüb yandırıbdılar. Onu kim keçirib? Mən qolum olmadan bilmirəm. Ola bilər ki, həmən müddətdə siz içkili olmusunuz, bilməmisiniz. Aydındır. Qısa bir aradan sonra biz davam eləyəcəyik. Və mən Qəribəni qoşacağam efirə. Onun da danışacaqları var. Aydınlaşdıraq. Sadəcə o şəxsiyyət vəsiqəsi sənin cibində nə gəzir onun şəxsiyyət vəsiqəsi? Bu da davalı adamsın.